Oppo yeni təqdim etdiyi 10.000 mAh batareya tutumlu modeli ilə gündəmə gəldi. Gəlin sizlərlə birlikdə Oppo A7 Pro Max-ın bizlərə nələr vəd etdiyinə daha yaxından baxaq. Dizayn və davamlılığı ilə başlasaq, ön tərəf şüşədən, arxa tərəf və karkaz isə plastikdən hazırlanır. Amma buradakı əsas məsələ material yox, cihazın qorunma səviyyəsidir. Cihaz sadəcə IP68 deyil, həm də IP69K sertifikatına malikdir. Bu o deməkdir ki, yüksək təzyiqli və isti su axınlarına belə tab gətirə bilir. Üstəlik 1,8 metr hündürlükdən düşmələrə qarşı xüsusi dözümlülüyü var. Bütün bunlara rəğmən cihazın qalınlığı cəmi 8,6 mm, çəkisi isə 224 qram təşkil edir. Bəs niyə məhz 224 qram? Çünki bu incəliyin altında tam 10.000 mAh-lıq nəhəng silikon karbon batareya gizlənilir. Cihazın ən böyük üstünlüyü isə məhz budur. 80 W'lıq naqili sürətli şarjı dəstəkləyən bu batareyanın çox praktiki bir detalı da var. 27 Watt gücündə tərsinə şarj. Yəni bu telefon eyni zamanda güclü bir powerbank kimi çıxış edərək digər cihazlarınızı da kifayət qədər sürətlə enerji ilə təmin edə bilir. Ekran tərəfində isə alt tam %78 düyümlük 120 Hz yenilənmə tezliyinə sahib AMOLED paneldən istifadə olunur. Ekranın 1800 nit parlaqlığa çıxması sayəsində günəş altında belə ekranda olan görüntüləri və yazıları rahatlıqla görmək olur. Performans və sistemə gəldikdə isə cihaz ən son Android 16 və ColorOS 16 versiyası ilə gəlir. Gücünü isə 8 nüvəli Qualcomm Snapdragon 4 Gen 5 prosesorundan alır. Yaddaş seçimləri yüksək sürətli UFS 3.1 texnologiyası ilə 128-dən 512 GB-a qədər, operativ yaddaş isə 8-dən 12 GB-a qədər dəyişir. Gündəlik istifadədə və tətbiqlər üçün bu göstəricilər tam yetərli olsa da, nəzərə almalısınız ki, cihazda əlavə yaddaş kartı yuvası mövcud deyil. Kameralar hissəsi biraz ziddiyyətlidir. Həm arxa, həm də ön tərəfdə 50 megapiksellik sensorlar var. Əsas kamera optik stabilizasiya OIS dəstəkli və Color Spectrum sensoru ilə gəlir. Ön kamera isə 18 mm-lik ultra geniş bucaq və avtofokus təklif edir. Foto çəkilişlər üçün bu rəqəmlər ümid verici olsa da, video çəkilişlərdə maksimal 1080p-də 30 kadr çəkiliş etməsi bu telefonun ən zəif hissələrindən biri kimi yadda qaldı. Əlavə xüsusiyyətlərinə baxsaq, ekran adı barmaq izi oxuyucusu, NFC və infraqırmızı portu var. Yəni telefonun kondisioneri, televizor kimi müxtəlif elektronik əşyaların pultu kimi istifadə etmək olur. Yekunlaşdırsaq, qara, mavi və narıncı rənglərdə təqdim olunan Oppo A7 Pro Max günlərlə bitməyən batareya və ekstremal dərəcədə dözümlülük axtaranlar üçün gözəl seçimdir. Ancaq yüksək keyfiyyətli video və foto çəkilişləri axtarırsa, başqa modellərə üz tutmağınız daha məsləhətli olar. Bəs bu yeni Oppo modelinin xüsusiyyətləri sizin də diqqətinizi cəlb etdimi? Öz fikirlərinizi şərhlər bölməsindən paylaşa bilərsiniz.